Salih Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb. Günün Səsi İnfonun özəl mənbələrdən əldə etdiyi məlumata görə, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub. Bildirilir ki, Salih Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub. Əks təqdirdə, prosesin sonu Salih Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək deyə mənbə əlavə edib. Əvvəllər 400 milyon vəsaitin yoxluğundan söhbət gedirdisə, indi bu rəqəm 1 milyard manatı keçir. Məlumatda qeyd olunur ki, Salih Məmmədov vəziyyətin yumşaldılması üçün yeni Maliyyə Naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də buna nail ola bilməyib.